Müğənni Aygül Səfərova sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Publika az xəbər verir ki, ifaçı evində yaşadığı qorxulu anlardan bəhs edib. Onun sözlərinə görə gecə saatlarında naməlum şəxslər yaşadığı evin qapısını zorla açmağa cəhd edib. Səfərova bildirib ki, qapının döyülməsi zamanı ciddi təşviş keçirib. Qapıya yaxınlaşaraq baxdıqda ön tərəfdə bir azyaşlı uşaq, arxasında isə bir neçə nəfərin dayandığını görüb. Müğənni atasının qapını açmaq istədiyini, lakin onun yaşını nəzərə alaraq buna icazə vermədiyini deyib. İfaçı hadisə zamanı evdə yaşlı valideynləri və azyaşlı övladının olduğunu, uşağın qorxudan ağladığını vurğulayıb. O, baş verənlərdən şübhələnərək dərhal hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirib. Hadisə yerinə gələn şəxslərdən sonra qapını döyənlərin ərazini tərk etdiyi qeyd olunub. Müğənni əlavə edib ki, baş verənlərin kim tərəfindən törədildiyini müəyyənləşdirmək üçün müşahidə kameralarının görüntülərinə baxılması planlaşdırılır. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.